Makaron gündəlik rasionumuzda geniş yer tutan, həm dadı, həm də çeşidliyi ilə seçilən qida məhsuludur. Amma bu sadə görünən yeməyin arxasında olduqca incə bir istehsal prosesi və elmi əsaslara söykənən tərkib dayanır. Makaronu bişirdikdən sonra aldığı möhkəm struktur birbaşa istifadə olunan buğda növünə və onun tərkibinə bağlıdır. Sənaye miqyasında hazırlanan makaronlar bərk buğdadan hazırlanır. Bərk buğda yüksək protein və gluten tərkibi ilə seçilir. Nəticədə makaron bişərkən dağılmır və formasını mükəmməl qoruyur. Bəzi kütləvi informasiya vasitələrində yumşaq buğdanın daha ucuz olması səbəbindən makaron istehsalında istifadə olunduğu bildirilir. Lakin yumşaq buğdanın gluten tərkibi zəif olduğundan makaron bişirildikdə tez dağılar və strukturu itə bilər. Bu baxımdan məişətdə gündəlik istifadə etdiyimiz, bişərkən dağılmayan makaronların yumşaq buğdadan hazırlanması fikri doğru deyil. Aydınlıq gətirmək istədiyimiz digər məsələ isə yumşaq və bərk buğdaların tərkibində ağır metalların fərqli miqdarda olması fikridir. Beynəlxalq risk qiymətləndirmə qurumları tərəfindən bütün taxıllar, o cümlədən yumşaq və bərk buğdada kadmium və quruluşunun insan həyat və sağlamlığı üçün təhlükəsiz həddi eyni miqdarda müəyyənləşdirilib. Onu da qeyd edək ki, makaron istehlakı sonrası bəzi həzm problemi olan insanlarda, xüsusilə glutenə qarşı həssaslığı olan şəxslərdə narahatlıq və allergik reaksiyalar müşahidə oluna bilər. Bu allergik reaksiyalar isə makaronun tərkibində olan glutendən qaynaqlanır. Makaron tərkibində gluten ehtiva etdiyindən çölyak xəstələri və glutenə qarşı həssaslığı olan insanlar üçün bu məhsulların istehlakı risklidir. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq istehsalçılar tərəfindən makaron məhsullarının üzərində allergenlərlə bağlı xəbərdarlıq yazısının açıq və aydın şəkildə göstərilməsi olduqca vacibdir. Eyni zamanda istehlakçılar da məhsulun etiketini diqqətlə oxumalıdır. Unutmayaq ki, qida ilə bağlı yanlış mənbələrdən alınan məsləhətlər sağlamlığımıza ciddi zərər vura bilər. Buna görə də yalnız peşəkar və ixtisaslı mütəxəssislərin fikirlərinə əsaslanmaq, eyni zamanda rəsmi qurumların yaydığı məlumatlara etibar etmək vacibdir.